Kurikulumdan yeni sualımızı sizlərə təqdim edirəm. Mütləq şəkildə kanala abunə olmağı, bəyənməyi və fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Sual belədir ki, müəllim şagirdlərə tapşırıqları edərkən hansı hissələrdə çətinlik çəkdiklərini və nə üçün o səhvləri etdiyini sualını verir. Və şagirdlər bu sualı cavablandırarsa, Golemanın hansı mərhələsinə aid olacaq? Bilirsiniz ki, Goleman nəzəriyyədir və hansı mərhələsinə aid olacaq? Mütləq şəkildə fikirlərinizi rəy bölməsinə yazmağı və bəyənməyi unutmayın. Kurikulumdan yeni sualımızı sizlərə təqdim edirəm. Mütləq şəkildə kanala abunə olmağı, bəyənməyi və fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Sual belədir ki, müəllim şagirdlərə tapşırıqları edərkən hansı hissələrdə çətinlik çəkdiklərini və nə üçün o səhvləri etdiyini sualını verir. Və şagirdlər bu sualı cavablandırarsa, Golemanın hansı mərhələsinə aid olacaq? Bilirsiniz ki, Goleman nəzəriyyədir və hansı mərhələsinə aid olacaq? Mütləq şəkildə fikirlərinizi rəy bölməsinə yazmağı və bəyənməyi unutmayın.